Hamıya salam. Bugün sizə 12-ci söz haqqında danışacağam. Bu söz haqqında danışmamışdan qabaq qısa bir giriş eləmək istəyirəm. Mən universitetdə oxuduğum müddət ərzində sonlara yaxın müəyyən qədər kəsrlərim yığılmışdı və bu kəsrləri bağlamaq lazım idi. Buna görə də imtahan mövzularını oxumalı və imtahana hazırlaşmalı idim. Və buna görə də 12-ci sözü dərsləri öyrən və danış kimi qeyd etmişdim. Amma hal-hazırda bu adın, yəni bu sözün sahib olduğu adın mənim indiki həyatımla heç bir əlaqəsi yoxdur. Çünki hal-hazırda öyrənib, danışıb təhvil verməli olduğum bir dərs və yaxud imtahan yoxdur. Çünki artıq bir işə sahibəm. Ona görə də bu sözün adını saxlayaraq əsasını, mahiyyətini dəyişdim. Nə kimi dəyişdim? İxtisasını öyrən, ixtisasına yələn, ixtisasını doğru düzgün bil kimi dəyişdim. Hər bir insan düşünürəm ki, ixtisasını mükəmməl şəkildə bilməlidir. Mükəmməl şəkildə olmasa da, ən azından əlindən gələnin ən yaxşısını etməlidir. Öz işinə məsuliyyətlə yanaşmalıdır. Ən əsas da kimlər? Həkim, müəllim, mühəndis və digər insan həyatı üçün vacib olan peşə sahibləri. Bundan əlavə olaraq öz ixtisasını bilməlisən. Bu heç. Çünki adicə təsəvvür elə ki, bir nəfərlə yol gedirsən, tanımadığın bir adamdır, soruşur ki, nə işləyirsən? Desən ki, məsəl üçün, mən müəlliməm. Nə müəllimi işləyirsən bala? Tarix müəllimi, məsəl üçün. Sənə bir sual versə, öz bildiyi bir şeydən sual versə, tarix barədə bilməsən necə olarsan? Bir dənə o vəziyyəti təsəvvür elə. Yəni, pərt olarsan. Ona görə də həm bu cür vəziyyətlər üçün, həm vicdanının təmiz olması üçün ixtisasını doğru düzgün öyrənməlisən və işinin, qazandığın pulun, maaşın haqqını verməlisən. Maaş demişkən, əgər sən ixtisasına yaxşı yiyələnsən, ixtisasını digərlərindən daha mükəmməl bilsən, daha tez iş tapacaqsan, daha yaxşı qazanc əldə edəcəksən. Eyni zamanda Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellem də qeyd edib ki, əgər bir işi görsən, onu ən yaxşı şəkildə gör. Buna əlavə olaraq, onu da demək istəyirəm ki, əslində bunu videonun önündə deməli idim, başlanğıc hissəsində, amma olsun, eybi yox. Bir işi seçəndə düşünüb seçmək lazımdır ki, sonradan peşman olmamaq üçün. Yəni, bir işi seçəndə bilməlisən ki, mən bu işi davamlı olaraq görəcəm. Bu işə sevə-sevə yanaşmalıyam. Heç kim məni bu işi görməyə məcbur eləyə bilməz. Və bu iş mənim gəlir mənbəyimdir. Mən qazancımı bu işdən götürəcəm. Və mən bu işdə uzun müddətli çalışmaq istəyirəm. Buna görə də işləyəcəyiniz, seçəcəyiniz ixtisasının nə olacağını əvvəlcədən dəqiqləşdirin. Və təbii ki də bunun üçün məktəb yaşlarından başlayın. Çünki sonradan seçim etmək gec ola bilər. Artıq seçim etməsən məktəb yaşlarında həyat səni tullayacaq o yana, bu yana və yaxud da həyatın axışı ilə getməli olacaqsan. Ona görə də əvvəlcədən nə işləyəcəyini, özünü, gələcək həyatını hara həsr eləyəcəyini əvvəlcədən bilməlisən. Sağ olun, özünüzdən müğayət olun.